Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərə hökməli dairəyə çox yaxın məsafədə, kubcalı, 2 mərtəbəli, 5 otaqlı, nə deyim, mini villa, qiymət əla, sənədli, sübutlu, tam təmirli evə bax. Həqiqətən təmir göz oxşuyur. Nə evə oxşuyur danışaq. Bax, kombisinə qədər var, qoşa, daşlı. Hər 2 mərtəbənin hamam sanuzeli var. Yəni bu qiymətə görə belə bir ev tapmaq çox çətin məsələdir. Valla ev axtarırsansa bu evi fikirləşmək lazımdır. Elə sukut da gələm. Axıra qədər bax, almasın da olar. Otaqların ölçüsünə bax, qiymətinə bax, yola məsafəsinə bax. Nə oxşu danışılaq evdə. Burada hamam sanuzelidir. Burada bir dənə yataq otağıdır, baxın. Bura prosto detski otaqdır. Bura indi istifadə eləmirlər, artıq nəysə olsun qoyurlar. İndi buradan da gəldik, baxın, pilləkənin altında ayrıca əl damı kimi istifadə edə bilərsiniz. Hər şey fikirləşilib də yəni burada. Buradan da gəldik. Burada bir dənə hamam sanuzelidir. Mətbəxdir, burada hamam sanuzeli. Qəşəng burada mətbəxdir var. Mətbəx evin içərisində qalacaq. Plazma televizor. Əsas odur plazma televizor. Çox böyükdür, yəni plazma televizor. O da evin içərisində qalacaq. Bu da LG-nin. Yəni bu qiymətə görə bu ev ideal var. İkinci mərtəbəyə qalxaq tanış olaq. Evin qiyməti haqqında da məlumat verəcəm sizə. Yəni ikinci mərtəbəyə tanış olaq. İkinci mərtəbəyə tanış olmazdan qabaq bir dənə koridorun başından opşi koridoru göstər, üzü belə. Bir dənə koridora bax. İstəməsən belə evin olsun. Şəhərdə bir otaq qiymətinə satılır. Şəhərdə 20 yanvar dərəcəsində bir otağın qiymətinə satılır. Bu qiymətə bir otaq da yoxdur. Bir otaq yerinə 5 otaqlı ev alsan özü yola da yaxın 2 mərtəbə kubcalı. Monolit betondur. Monolit beton pilləkən. Yəni bu evdə 1 manat da olsun, əlavə xərc qoymaya ehtiyac yoxdur. Buranı istəsiz, şkaf qoymaq üçün yer kimi nəzərdə saxlayıblar. Yuxarının da hamam sanuzeli var. Bu evdə hər şey fikirləşilir. İkisinin də hamam sanuzeli olmağı daha gözəldir. Baxın, hamam sanuzeli o da tam təmirdir. Burada bir dənə yataq otağıdır. Bir dənə bu yataq otağına bax. Həqiqətən göz oxşuyur. Bu ev var ki, girirsən, çəkmək istəmirsən. Ev var ki, girirsən, səliqədən valla çox şey asılıdır. Evin qiyməti bilirsən neçədir? Balaca makro evi 3 otaq qiymətinə, yəni balaca ev qiymətinə 85.000 manata. 85.000 manata bu cür ev mən görməmişdim. Sənədli, sübutlu, bu cür gözəl proyektdə. Otaqların ölçüləri çox gözəldir. Yəni yeri də çox gözəl. Yerini onsuz gəlsiz, yerin naxadı bəyənəcəksiniz, götürəcəksiniz. Bir dənə yuxarıda, burada bir dənə zalı var. Zala bax. Aşağının zalı, yuxarının zalı ev göz oxşuyurdu. Yəni bu qiymətə görə baxın. 85.000-ə nə verirlər bir üç gündə? Özü real puldan gəl, yiyəsidən danış. Bura koridoru. Buradan da bir dənə detski otağıdır. Lampa. Yəni buradan da məsafə gözlənilib ev arasında. Evin içərisinə gün işığı düşür. Yəni düşər, bir dənə çölükdən də sizi tanış eləyib. Yəni kim də evini satırsa, əlaqə saxlasın. Yəni biz üçün satmaq problem deyil. Əsas odur, dəyərində qiymətə verir. Dəyərindən bahadırsa, məni çağırmayın çəkmə. Onsuz da gəlib çəkən deyiləm. Bir dənə çöldən də tanış olaq. Bu da çöldən görünüşüdür. 2 mərtəbə evdir. Bu da 2 mərtəbə evdir. Yəni qiymətinə görə Bakı-Şamaxı yolu var. 114-ün yoluna bir addımlıq məsafədədir. 100-120 metr məsafədə. 110 Bakı-Şamaxı yolu yoxdur. Sultəpədən keçdin. Hökməli dairəsindən keçən kimi Mekkolonda. 114-ün yoluna bir addımlıq məsafədir. Yəni bu qiymətə görə sənin üçün ideal variantdır. Bir dənə çölünə təzədən bir dənə rəng vurarsan inşallah, bir dənə çölünə içərisinə 1 qəpik də qoymağa ehtiyac yox. Baxın, kombisi, bütünütkası, su filtrinə qədər içərisində var. Su filtrinə qədər var. Yuxarısının çəni də var. Yəni burada mərkəzi kanalizasiya var. Qazdır, sudur, işıqdır, hamısı var. Şotçiklər var, var da var.